Aparıcı Mətanət Əliverdiyevadan proqram qonaqlarına açıq xəbərdarlıq, nazla işim yoxdur. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Tanınmış televiziya aparıcısı Mətanət Əliverdiyeva Xəzər axşamı proqramında səsləndirdiyi sərt fikirlərlə sosial şəbəkələrdə gündəmə gəlib. Verilişə qatılan bəzi qonaqların davranışlarından narazı qalan aparıcı açıq şəkildə xəbərdarlıq edib. Mətanət xanım bildirib ki, artıq heç kimin nazı ilə hesablaşmayacaq. Ay özünü fərqli göstərmək istəyənlər, unutmayın ki, məni də sizi də eyni ana doğub. Ola bilər siz bahalı markalara üstünlük verirsiniz, mən isə sadə geyimlərə üstünlük verirəm. Amma bu heç bir üstünlük yaratmır. Bəzi şəxslər min cür oyun çıxarır, halbuki mən belə şeylərdən uzağam. Odur ki, kiminsə özünü xüsusi biri kimi göstərməsinə ehtiyac yoxdur, deyə aparıcı vurğulayıb. O əlavə edib ki, artıq bu cür hallara qarşı dözümlü olmayacaq və davranış sərhədlərini aşan hər kəsə yaxşı yol deyəcək. O əlavə edib ki, artıq bu cür hallara qarşı dözümlü olmayacaq və davranış sərhədlərini aşan hər kəsə yaxşı yol deyəcək. Özümə söz vermişəm. Əgər buraya gələn hər hansı bir şəxs özünü dartarsa birbaşa yola salacağam. Mənim üçün qarşılıqlı hörmət əsasdır. Mən sizə necə dəyər verirəmsə, siz də bu komandaya və verilişə eyni münasibəti göstərməlisiniz, deyə o qətiyyətli şəkildə fikirlərini bildirib. Sosial mediada geniş müzakirələrə səbəb olan bu açıqlama bir çox izləyici tərəfindən dəstəklənib. Qeyd edək ki, Xəzər axşamı verilişi efirdə aktual mövzular, şou biznes nümayəndələrinin iştirakı və səmimi müzakirələrlə tanınır.